Bu avtomobilin vizit kartı elə onun parlaq, yadda qalan xarici görünüşüdür. Koreya istehsalçısının uzaq Kaliforniyada yaratdığı dizayn mərkəzinin stilistləri nəhayət ki, özündə müasirliyi, dinamikliyi, gözəlliyi birləşdirən əsl gənclik avtomobili yarada bildilər. Axı kim deyib ki, gözəl avtomobilləri təkcə superkar alıcıları tələb edə bilərlər? Əsla belə deyil. Müstəqil həyata yenicə qədəm qoymuş, karyerada ilk uğurlu addımlarını atmış, özü qərar qəbul edib öz hesabına avtomobil almaq imkanı qazanmış gənc insan zövqünə uyğun gələn, ürəyinə yatan avtomobil seçməyə layiq deyilmi? Hyundai Elantra bu suala ən tutarlı cavabdır. Bəli, layiqdir. Kaliforniya dizaynerləri bunu vaxtında anladılar və bütün dünyada elə bu avtomobilin gənc alıcıları da bunu təsdiq edirlər. Əlbəttə, yeniləşmiş Hyundai Elantra öz orijinallığı ilə yanaşı marka qohumlarının, yəni istehsalçının başqa modellərinin də ümumi xarakterik xətlərini özündə əks etdirir. Avtomobilin axıcı formalı qabaq və arxa fənərlərini gördükdə aydın olur ki, bu dizaynın əsas mövzusu dəniz dalğasıdır. Bəlkə buna görə bizim gənclər dərhal bu modeli belə sevdilər. Bu dizayn üslubu sadəcə gözəllik deyil, avtomobilin aerodinamik göstəriciləri də yüksəlir. Bu isə öz növbəsində dinamika və yanacağa qənaət deməkdir. Məncə dəniz dalğası mövzusundan başqa bu eksteryerdə güldan formalarına da rast gəlmək olur və maraqlıdır ki, eyni xətlərə avtomobilin salonunda da rast gəlirsən. Baxın, güldan yaxud vaza mövzusu sükanın formasında, 2 milli sükanın formasında və 2 mərtəbəli mərkəzi konsolun formasında da açıq-aydın sezilir. Və əlbəttə, burada da çoxsaylı dəniz dalğalarına rast gəlmək olur. Qeyd etməliyik ki, materialın keyfiyyəti və detalların bir-birinə uzlaşdırılmasında heç bir irad tutmaq mümkün deyil. Hiç bilirsiniz, Koreya istehsalçılarının Avropalılardan fərqi nədir? Hər yeni modelin interyeri tamamilə yenidən qurulur və heç nə təkrarlanmır. Bu baxımdan yeni Hyundai Elantra da istisna deyil. Bu klimat sisteminin idarə etmə blokuna baxın. Bu bloka hətta oturacaqların qızdırılma düyməsini də inteqrasiya ediblər. İndi isə təchizata baxaq. Audio display, AUX, USB, radio, CD, MP3, board kompüter, mərkəzi kilit, lük, 2 istiqamətdə tənzimlənən sükan, işıq və yağış sensorları, tam elektropaket, güzgülərin elektrik qatlanması və qızdırılması, cruise control, klimat kontrol, elektrik tənzimlənən və qızdırılan sürücü oturacağı, start-stop düyməsi, arxa görüntü kamerası, bluetooth, hətta salonda soyuducu. İnanmaq olmur, söhbət Golf Class nümayəndəsindən gedirmi? 6 pilləli sürət qutusu ilə birgə çalışan 1,8 litr həcmli mühərrikin 150 at gücü var. Saatda 100 km qədər sürətlənməyə 10,5 saniyə tələb olunur. Maksimal sürət saatda 202 km-dir. Məlumdur ki, Hyundai futbolun böyük dostudur. Belə ki, bu il Braziliyada keçiriləcək dünya çempionatının rəsmi tərəfdaşı Hyundai'dir. Və Azərbaycanın futbol üzrə milli yığma komandasının rəsmi avtomobili də məhz Hyundai'dir. Və yeni Elantranın hərəkət xarakteristikalarını sınamaq üçün komandamızın oyunçuları Qara Qarayev və Cavit Hüseynovu dəvət etməyimiz heç də təsadüfi deyil. Futbolçularımız Hyundai Elantranın ünvanlandığı alıcı qrupuna daxil olduqlarını etiraf edirlər və söyləyirlər ki, avtomobilin dinamikası və idarələnməyi yüksək səviyyədədir. Əyləcilər də etibarlıdır. Bu avtomobil həqiqətən də bu avtomobili oturduqda, yəni avtomobili mənimsəyə bilirsən, yəni özünü tam rahat şəkildə hiss edə bilirsən. İlk növbədə də sürücü üçün bu önəmlidir. Mühərrik 1.8-dir mən bilən bu maşınlarda, amma yəni idarə etdiyimə görə 1.8-ə oxşamır. Məncə bu mühərrik daha üstün bir şeylərə malikdir. Maşının ruboku belə deyərəm çox önəmlidir elə situasiyalarda. Yəni bu maşında da hər şey var. O dediyiniz bütün hər bir şey var.
Və sonda avtomobil almaq istəyənlərə uzun müddət gözlədikləri bir xoş xəbərimiz var. Hyundai bu şad xəbəri sizə çatdırır. Bütün modellər sərfəli kredit və 20% ilkin ödənişlə leasing yolu ilə müştərilərə təqdim edilir. Ətraflı məlumatı rəsmi diler salonlarından əldə edə bilərsiniz.